Bu din İslam dini. Bizim atalarımızın, babalarımızın dini değil. Bu din kimin dinidir? Allah'ın. Bu ne demektir? O demektir ki Hamid, Əhməd, Muhammed, Əli, Vəli istədiyi kimi dəvət edə bilməz. Sən istədiyin kimi danışarsan atanın, babanın nəsil əcabətindən. Amma sən Allahın dinindən istədiyin kimi eləyə bilməzsən. Ən birinci məsələ budur və mühüm məsələdir. Sən düşün ki, Allahın dinindən danışarkən istədiyin kimi danışanda nə olur? Fəsad edirsən, Allah qorusun. Fəsad edirsən. Və üstəlik də Allah qorusun özünü yükləyirsən və qiyamət günü də neçə-neçə insanların yükü sənin belinə gələcək, boynuna gələcək. Allah buyurur ki, Subhanahu wa ta'ala لِيَحْمِلُوا أَوْزَارَهُمْ كَامِلَةً يَوْمَ الْقِيَامَةِ deyir ki, onlar qiyamət günü yüklərini tam şəkildə çiyinlərinə alacaqlar. Yəni, istərsə savab olsun, istərsə nədir? Günah olsun. Bununla bitmir, Subhanallah. وَمِنْ أَوْزَارِ الَّذِينَ يُضِلُّونَهُمْ بِغَيْرِ عِلْمٍ və həmçinin o şəxslərin də yüklərini çiyinlərinə alacaqlar ki, nədir? Elimsiz şəkildə o insanları aldadırdılar. Düşünün ki, Allah qorusun, Subhanallah. Bir nəfər gəlib qiyamət günü nə qədər özlərində çiynində yüklər var. Və yüzlərlə insan gəlir. Hamı gəlir bir-bir deyir ki, bax sən mən deyir, aldatmışdın deyir. Sən mənə demişdin deyir. Sən məni buna dəvət etmişdin. Allahu akbar. Bu olduqca mühümdür, Subhanallah. Və insan düşünməlidir ki, Allah qorusun. Allahın dinindən danışırsa, nə etməlidir? Mütləqdir ki, Allahın dinini öyrənsin. Allah yoluna dəvət edən adam nə etməlidir? Elmlə dəvət etməlidir. Allah qorusun, elm olmayanda istər-istəməz sən nədir? Nəfsinə qapanacaqsan, nəfsi istəklərin, emosiyaların və s. səni başqa yollara yönədəcək. İstər-istəməz sən nə edəcəksən? İnsanları Allah qorusun azdıracaqsın.